Yıksın gel otur. Sözüm var gel. Ne oldu be mama? Sen belə eləyəndə elə biləm nəsə olub. Olub da olub. Olub. Deməli bu İlkin mənə deyir ki, atam niyə belə eləyir? Niyə mənim evlənməyimi istəmir? Əgər istəmirsə, mən vəfanda götürüb gedəcəm Londona, qaydacam. Neyniyəcəm mən ay bala? Açığı mən də başa düşə bilmirəm. Papa niyə belə eləsin ki? Mən də. Qoy gəlsin atan. Oturub əməli başı söhbət eləyəcəm ona. Nə bilim. Gəlir. Gəl hakim, gəl. Sabahın xeyir. Necəsən? Yaxşıyam, sən necəsən? Ha, eşidirəm səni, Sevil. Nəsə deyəcəkdim mənəm. Yenə nə təzə ideyam var. Əməl edək. Yaxşıdır, hər şey zarafata salma. Valla zarafat eləmirəm. Gəl otur yanımda, sözüm var sənə. Ha, eşidirəm səni. Taleyimin kraliçası. Hakim, sənə bir söz deyəcəm. Amma əsəbləşmə, mənə diqqətlə qulaq as, xahiş edirəm. Nəsə ciddi məsələdir? Ha, dedə, Sevil. Hə, İlkinin evlənmək məsələsi barədə söhbət eləmək istəyirəm bir daha səninlə. Hə də papa, niyə mani olaq ki? Sevirlər bir-birini. Hə? Hakim, bax, bu uşaq Vəfanı sevir. Qız da onu sevir. Və onlar evlənmək istəyirlər. Ciddi. Və bu çox gözəldir, mən buna çox sevinirəm. Amma sən onların evlənməyini istəmirsən. Və İlkin mənə dedi ki, əgər atam razı olmasa, mən qızı da götürüb gedəcəm Londona. Qaydacam ora, sən bunu istəyirsən. Eləməzlər. Niyə eləmirlər ki? Eləyərlər. İkisi də savadlı kadrlardır. Gedərlər xaricdə, işləyərlər. 1-2 il çətin olar, sonra hər şey düzələr. Bəli, əlbəttə. Hakim Aysel düz deyir. Mən bundan qorxuram, gedərlər. Hakim həm də bunları ayırmaq da günahdır. Allah günahdır. Bir-birini çox istəyirlər. Sonra biz də peşman olarıq, onlar da peşman olur. Nə olar, gəl bu uşaqların xoşbəxtliyinə mane olmayaq. Bunlara kömək eləyək. Hə, İlkin. İndi danışırlar? Hə. Nə bilim, nəysə yaxşı olacağına inanmıram artıq. Vəfa, sən narahat olma, mən səhər ciddi danışdım. Anama dedim ki, əgər razılıq verməsələr, mən çıxıb gedəcəm buralardan. Ciddisən, hə? Hə, başqa yolum yox idi. İndi içərdədirlər, üçü də danışır. Aysel də, atam da, anam da. Yaxşı, bir xəbər olsa mənə deyərsən, yaxşı? Yaxşı xəbər eləyəcəm məcburan kimi. Narahat olma. Hə, hakim, nə deyirsən? Papa, onların qarşısını almaq üçün heç bir səbəbimiz yoxdur. Hakim, nə olur? Hakim, xahiş edirəm səndən. Bu daşı tök ətəyindən. Qoy uşaqlar xoşbəxt olsun. Günahdır vallahi. Papa, qoy xoşbəxt olsunlar da. Yaxşı. Olsun. Çox şükür. Çox şükür. Get bu İlkinə xəbər elə. Ama bir şartım var.
Nə şərt? Qoy əvvəlcə başlasın işləməyə. Hər şeyi öyrədim ona. Əmin olum ondan. Ondan sonra. Olsun, olsun. İşə başlayandan sonra toy eləyərik. Amma indi heç olmasa bir üzük də olsa aparmalıyıq da. Elçiliyə getməliyik. Razı oldu. Doğrudan? Nə danışsan? Məsələ həll olundu. Ayda, nə yaxşı. Çox sevindim. Xoş. Dəqiq razıdır ata. Xoşbəxt ol. Axır ki. Ürəyim partlayırdı bayaqdan. Çox sevindirdi məni. Vay, xoşbəxt ol. Çox sağ ol Aysel. Çox sağ ol. Mən indi yığım bir dənə Vəfa ilə danışım, qoyu da sevinsin. Zəng elə. Zəng elə. Hə, İlkin. Vəfa, atamı razı sala bildilər. Ciddi deyirsən? Hə, razıdır. Yaxşı, indi gedim görüm nə danışıblar, dəqiq hər şey öyrənim, sənə xəbər edərəm yenə də, yaxşı? Yaxşı, get danış. Qulaq sonra detalları mənə danışarsan ətraflı, yaxşı? Oldu, öpürəm səni, sağ ol. Mən də səni öpürəm, sağ ol. Yes! Hayda. Yaxşı, bəs bunlar necə razı saldılar bu kişini? Burası qəribə gəldi. Bəlkə mən də zəng eləyim anama. Yox. Mən zəng eləsəm, qanım qaraldacaq. Ən yaxşısı axşamı gözləyim. Axşam gələndə danışaram. Nə bilim. Uzaqbaşı Nigardan kömək istəyərəm. Yəqin o mənə kömək eləyər. Hayda, çox həyəcanlıyam. Hayda. Allah xeyir versin. Allah balamızı xoşbəxt eləsin. Yaxşı, mən getməliyəm. İşdə olmalıyam. Ay Allah, bugün də görəcəyəm deyəsən. Hardasan? Təcili görüşməliyik. Ha. Həmişəki yerdə. Yaxşı. Mən də. Bu da sənin çayın. İç. Çox sağ ol ana. Axır ki atan yola gətirə bildim. Çox sağ ol. Sən bəs bilmirsən ki, ana müqəddəsdir. Can. Çox sevindirdim məni. Atanla danışdım. Bizə nə deyir? Deyir ki, bəs oğlum, yəni sən işlərin başına keçəndən sonra toyu eləyərik. Necə yəni? Yəni ki, işlərin başına keçsin ilkin, sonradakı toyu... Nə oldu? Yəni, uşaq oyunudur bu. Bəs mənə deyirsən ki, hər şeyi həll eləmişəm, mən də sevinirəm burada. Nə fərqi var, indi ya sonra? Mən sevindim. Bir səbrin olsun da. Deyirəm də. Deyir ki, bax yenə deyirəm.
qulaq as. Deyir ki, işlərin başına keçəndən sonra toy eləyərik. Amma mən dedim ki, yaxşı, elə eləyərik. Qoy sən deyən olsun. Amma biz indi bir üzük aparmalıyıq da. Ən azından bu münasibətləri rəsmiləşdirməliyik. Elə deyil bala? Düzdür. Elçi getməliyik. Adət var, ənənə var. Bəs sən nə bilmişdin ananı? Hə, ana düz deyirsən. Elə demirsənsə əla. Görsən? Şükür. Həm də ki, ana, Hə. biz sabah evlənmirik ki elə. Əsas odur ki, münasibətimizi rəsmiləşdirək. Ay sağ ol. Sonra da evlənərik də. Bəs mən də onu deyirəm də. Sən get, qızla danış. De ki, bəs evdə mənə belə dedilər. Biz öz hazırlığımızı görək də. Ana, Hə. istəyirsən elə mən danışım, günü sabah elçi gedək, hə? Necə də tələsir mənim balam. Tələsmə. Hər şeyin vaxtı var. Mən hər şeyi hesablamışam. Qulaq as, gedib qızla danışırsan. Deyirsən ki, bəs biz evdə belə qərar verdik ki, sizə gəlirik, üzüyü taxırıq, elçiliyə gəlirik, gününü təyin eləyəcəyik. Amma mən bir şey eşitmişim. Ki, qızın anası əvvəl razı deyil, elədir. Hə, qulaq as. Gedib qıza deyirsən ki, anasına xəbər eləsin. Biz elə belə ailə deyilik. Bizim əslimiz var, nəcabətimiz var, hörmətimiz var, izzətimiz var cəmaatın yanında. Gedərik birdən anası yox deyər, peşmançılıq olur. Bax, bir dənə ondan qorxuram. Yox, narahat olma, ana, narahat olma. Mən danışaram, sənlə bugün görüşüb deyərəm Vəfaya. Hə, de, burada nə var ki? Biz bir şey yoxdur ki. Yaxşı. Gedib qızla danışırsan, anası yanında danışır, biz hazırıq falan. Yaxşı sənə qurban. Yaxşı, ana, həll eləyəcəm, narahat olma. Danışacağım, Can, danışacağım. Allah səni belə xoşbəxt eləsin. Gözümüz dolu görək, inşallah. Çox sağ ol, ana, çox sağ ol. Məni çox sevindirdin. Heç mən Gəl demirsən. Gedim, mən gedim, hazırlaşın. Çayını da içmədim buna baxar. Qız uşağı dəli eləyib də. Hakim. Necəsən əzizim? Nə olub, niyə belə təcili çağırdın məni? Aycan, Sənə ciddi danışmalıyıq. yenə uşaqlar barədə? Nə olub hakim? Qorxudursan məni. İnana bilmirəm, İnanarsam, hələ də inana bilmirəm. Hələ bura kimi necə gəlmişəm, özüm də bilmirəm. Əslində fikirləşirdim ki, atan heç vaxt razı olmayacaq. Mən də inana bilmirəm, mən də inana bilmirəm Vəfa. İnanırsan, Aysel mənə deyəndə elə bildim ki, zarafat eləyir. Ta ki, qaynanavın dilindən sərəncamı eşdənə kimi. Nə var, nə gülürsən? Bundan sonra qaynanam da. Doğrudan da inana bilmirəm də. İnan. Bilirəm, inanmırsan, amma inan. Nəysə. Qaynanan sizə elçi gəlməyə hazırdır. Üzük taxmağa da hazırdır. Ondan olsa elə bugün gələr, axşam. Dayaq eləmə də. Heç olmasa mən də anama xəbər eləyim də, yazıq şok keçirdər yerində. Yaxşı, deyən. Amma sənə bir şey demək istəyirəm. Sən əvvəlcə ananla danış, anavın razılığını al, sonra bizim işlər gəlsinlər. Yaxşı. Bilirsən niyə deyirəm? Yəni, pis başa düşmə, yəni anam narahatdır.
Deyir birdən Leyla xanım razılıq verməz. Tək özünə görə narahat deyil, atama görə narahatdır da. Deyir kişi xeyli ağıdır. Baxma da pis olar, pərt olar. Yo, başa düşürəm, narahat olma. Danışıb deyərəm sənə. İncimirsən ki? Yox, niyə inciyim ki? Ya, bu da hakim müəllim bizə gəlir. Əli boş qaydası deyil ki. Bax, elə bu anlayışına görə səni çox sevirəm. Həmişə məni belə başa düş, anlayışlı ol, yanımda ol, mənə dəstək ol. Yaxşı? Yaxşı, amma bir şərtim var. Nə şərti? Yəni ki, bu dediklərim var, sadaladıqlarım, hamısı qarşılıqlı olmalıdır. Sən də məni başa düşməlisən, sən də mənə dəstək olmalısan, sən də güzəştə getməlisən. Əslində bilirsən necədir? Xoşbəxt ailələr qarşılıqlı güzəşt əsasında uzun ömürlü olur, davamlı olur. Bax, Vəfa, mən sənə söz verirəm ki, ailə qurandan sonra da mən sənə həmişə dəstək olacağam. Biz əl-ələ verəcəyik və xoşbəxt olacaq. Bir-birimizə güzəştə gedəcəyik, bir-birimizə başa düşəcəyik. İnşallah, nə deyirəm ki, tək həmişə bir-birimizə başa düşək. İnşallah. Səni çox sevirəm, Vəfa. Mən də sən. Leyla. Uşaqların evlənməyinə razılıq verdim. Bir gün qapımı talih döyəcək. Məni çəkəcək sorğu-suala. Necə yaşadın məni deyəcək. Necə çıxmısan bu çətin yola. Bir gün kapımı talih döyecek, beni çekecek sorgu suala. Nece yaşadın beni diyecek, nece çıkmışsan bu çetin yola. Bu benim ömrümdü, ben yaşayıram. Ama ne söyleyeyim bilmeyeceğim. Tanrı yazısıdır, ben hələ varam. Sevirəm, hayatı sevirəm. Öten günlerimin her saatini acı xatirəyə vermeyeceğim. Özüm tek yaşadım öz hayatımı. Bu mənim. Yaşadım hayatı, onu ben yaşadım. Ne kadar ömrüm var, yine de belə olacak. Yaşadım sevinci, qaniten yaşadım. O öten günlerim yine de mənə qalacak. Hakim sen bize bunu necə eləyə bildin? Ben artık onlara hiç cürə mane olabilmedim. Biz onları öz xoşbəxtliyimizə qurban verə bilmərik. Ömür yoluma hərdən baxıram. Ayrılmalıyıq. Harda səhv etdim, harda büdrədim. Əngah enirəm, gah da qalxıram.
neyi bildim, neyi bilmedim. Bu benim ömrümdü, ben yaşayıram, ama ne söyleyeyim bilmeyeceğim. Tanrı yazısıdır, ben hele varam. Sevirəm, hayatı sevirəm. Öten günlerimin her saatini acı hatireye vermeyeceğim. Özüm tek yaşadım öz hayatımı, bu benim. Yaşadım hayatı, onu ben yaşadım. Ne kadar ömrüm var, yine de belə olacak. Yaşadım sevinci, qəmitem yaşadım. O öten günlerim yine de mənə qalacak. Sen de bana başa düşmelisin. Demek ki benim için asandı bu kararı vermeyi. Yok, bana senden de çetindi. Ama başka çıkış yolum yoktu. Biz doğrudan da öz xoşbəxtliyimizə görə onları bədbəxt eləyə bilmərik. Uşaqlar bir-birini sevir. Həqiqətən sevirlər bir-birlərini. Ona görə bizim ayrılmaktan başka çaremiz yoktu. Bu da sen günahın var. Ne de benim. Hayat bizle oyun oynadı. Özde çok sert oyun oynadı. Dindi yine hatireler, döndüm yine o günlere. İstedim ki evvelki tek tutum senin ellerinden. Ama bir şey bil ki Gözümüzde ben hemşe senin yanında olacağım. Maddi ve manevi. Ben seni, mənsiz, məni də sənsiz qoymayacağım. Həmişə bir yerdə olacağıq. Bu dünyanın ağıl bilek, gözümüzde, gönlümüzde neçə arzu, neçə istek, xumarlaq xoşbəxtlikdən. Bu dünyanın ağıl bilek, bu dünyanın ağıl bilek. Sen ben bir de Bir şey dedim. Həmin küçə, həmin şəhər. Benim sana diyecek sözüm kalmayıb. Yenə məni izləyirsən. O küçənin Bilirəm, belə olmamalıydı. gölgesində yenə məni gözləyirsən. Uşaqlar birbirini sevir. Biz onların karşısında çəpər olmamalıyıq. Biz az çox öz ömrümüzü sürmüşük, ama onların həyatı hələ qarşıdadır. Ona görə də mən öz tərəfimdən də və sən tərəfdən də belə bir qərarı verdim. Nə qədər də mənim üçün ağır olsa, nə qədər çətin olsa, amma mən bu qərarı verdim. Kaş onları bir yerde oxumağa göndərməyəydik. Kaş ki. Geçti. İşten keçip artık Tale öz yazısını yazıp.
Yadında mı onda dünya güzeliydi? O mehabbet her sevgiden ezeliydi. Keçti şirin çağlar, soldu yaşıl bağlar, hatireler ağlar, geçti daha. Keçti şirin çağlar, soldu yaşıl bağlar, hatireler ağlar, geçti daha. Yadında mı o mehabbet deniziydi? O duygular her duygudan temiziydi. Soyuq yerler esti, illər yolu kesti, hatırladı bəsti, geçdi daha. Soyuq yerlər esti, illər yolu kesti, hatırladı bəsti, geçdi daha. O arzular sensiz geçti daha. O günlere dönmek geçti daha. Kafireler ne ister bizden? Olan oldu bize geçti daha. Olan oldu bize geçti daha. Hatireler çağırsa da hara gedim? Yadımda mı ben seninle hoşbəxt idim? Olan oldu keçti, bu hayallar geçti, bir de sevmek geçti, geçti daha. Olan oldu keçti, bu hayallar geçti, bir de sevmek geçti, geçti daha. O arzular sensiz geçtir daha. O günlere dönmek geçti daha. Kafireler ne ister bizden? Olan oldu bize geçti daha. O arzular sensiz geçti daha. O günlere dönmek geçti daha. Kafireler ne ister bizden? Olan oldu bize geçti daha. Olan oldu bize geçti daha. Olan oldu bize geçti daha. Eşqinlə çağlayan illərə
saçlarına düzdüğüm güller. Bugünden əzizim dünyaya elvida deyirəm, elvida. Bir zaman çarpan ürəkdir, bir zaman çakan şimşəkdir, bir zaman həyata gərəkdi gəl. Bir zaman çarpan ürəkdir, bir zaman çakan şimşəkdir, bir zaman həyata gərəkdi gəl. Bir nurlu güneştin sönmüşsen, el çatmaz hayala dönmüşsen. Günahkar gezmeye dünyada elvida deyirəm, elvida. Bir zaman çarpan ürəkdir, bir zaman çakan şimşəkdir, bir zaman həyata gərəkdi gəl. Bir zaman çarpan ürəkdir, bir zaman çakan şimşəkdir, bir zaman həyata gərəkdi gəl. Bir zaman çarpan ürəkdir, bir zaman çakan şimşəkdir, bir zaman həyata gərəkdi gəl. Bir zaman çarpan ürəkdir, bir zaman çakan şimşəkdir, bir zaman həyata gərəkdi gəl. Bir zaman çarpan ürəkdir, bir zaman çakan şimşəkdir, bir zaman həyata gərəkdi gəl. Bir nurlu güneştin sönmüşsen, el çatmaz hayala dönmüşsen. Günahkar gezmeye dünyada elvida deyirəm, elvida. Bir zaman çarpan ürəkdir, bir zaman çakan şimşəkdir, bir zaman həyata gərəkdi gəl. Bir zaman çarpan
bir zaman çaxar şimşəkdik bir zaman həyata gələydik bir zaman çarpan ürəkdik bir zaman çaxar şimşəkdik bir zaman həyata gələydik bir zaman çarpan ürəkdik bir zaman çaxar şimşəkdik bir zaman həyata gələydik əlvida